the girls with their nails done now. Girls with their nails done. The girls with their nails done. Hamıya salam aleykum dostlar. Sizlə Johnny və videonun da adından gördüyünüz kimi Antalya, Türkiye. Johnny is coming, okay? İndidən videonu like edirsən, kanala abunə olursan. Kanala abunə olmaq yaddan sən nə oldu? Zərbənizi güclə qıpsın. Mən qaqaşlanam, baxanlara. Nəysə, bilirsiniz ki, qardaş, Johnny səviyyəli videolardı ancaq giz-giz videolar çəkmirəm. Ona görə də əziyyətimi yerdə qoymayım. İstəyirdim videonun əvvəlini çəkib, sonra qaralım. Elə oldu ki, çatdıra bilmədim. Həqiqətən çox pis qaralmışam, yəni dəhşət qaralmışam. İndi göstərə bilmirəm bəzi yerlərimi, onu saxlayarıq sonra. Nəysə, sizdən xahiş edirəm. Bir dənə də Telegram kanalıma abunə olursunuz. Telegramı qaldırmaq istəyirəm ki. İstəyirəm cəhənnəm, YouTube'da bir nömrə olmasa da Telegram səhifəmiz bir nömrə olsun. Keçirsiniz Telegramıma abunə olursunuz, partladırıq. Və onu da deyim ki, çox bomba bir video ilə qarşı-qarşıyasınız. Yəni Azərbaycanda belə bir şey yoxdur. Podpisva isə izlə. Getdi video. Səhər yeməyimi yeyən kimi ilk növbədə getdim. Su içində reqbi oynadıq. Gördünüz ki, mənim başımda göy papaqdır, yəni göy komandadan. Düzdür, komandamızda çox güclü idi. Burada özümü göstərirəm ki, güya üzə bilirəm, amma bir pox düzə bilmirəm. Nəysə, məsələ o deyil. Məsələ odur ki, yəni səhər yeməyini özüm paylaşmadım ki, yəni sabah çəkməyimizə bir dənə maraqlı bir ideya olsun da. Onu da bilmirəm sabah nələr baş verəcək, çünki bu oteldə gündə yeni bir əyləncələr baş verir. Burada isə maraqlı məqamlardan biri o idi ki, yəni hamını başa düşdüm, hamımız oyun oynayırıq. Bir dənə bu qova qırıq qaqaşı başa düşənmədim. Haradasa bir saat oyun getdi və mən bu uşağa qol vurduğum üçün elə sevinirdim. Elə bir ki, nəmliyə inəmişəm. Yəni uşağın sayısan 7 ya 8 yaşı var. O birlər düzdür, yaşlı kişilərdir. Yəni yenə də yəni boyumu yerə soxsunlar mənim. Sonra oyun necəsə qızışdı qış, mən də başa düşənmədim. Gördülər ruslar qara milləti, sırası başladılar məni boğmağa. Bir dənə buna bax. 3 nəfər düşüb mənim başımız adımı soğuk, ona öldürüdülər məni. Futbol oynadık, çıxdıq indi. Bir dənə belə su götürdüm. Mango dağıdır biraz. Bərberimin də əlinə soxum. Sən Allah, başımın vidinə bax. Belə başı var ama. Gəldim biraz dəniz kənarı dedim. Mango sokum için. Bir də o yadımdan çıxdı demək. Deməli, video çəkməmişdən qabaq dedim, bir dənə girim akvaparkı baseynlə sürüşüm. Sürüşdüm, sepim qırıldı. İndi 10 dəqiqə girmişəm suyun altına, orada istədim ki, bir dənə saxla içim sürüşməsin. Suyun altında girmişəm belə xlorlu su, gözüm çıxırdı. Da axtarına kimi gic oldum. İndi sizə dənizi də göstərim. Otelin baxın, bu otel. Bu da elə otelin həyəti, göstərim indi sizə. Belə dənizdir, bilmirəm, okeandır. Bu desə nə bilim, Ağdənizdir, Ağaki. Mən elə də yaxşı bilmirəm geografiyanı. Mənim geografiyam belə gök günündədir. Burada belə voleybol zad oynuyorlar. Buranı bilirsiniz yəqin ki, Zevs'lə mən gəlmişdik bura sürüşməyə. Su üstü maşın sürür deyə, Ferrari idi, nə idi? Beləsinə gəmilər. Bir də indi paraşutla uçan yoxdur. Burada paraşutla uçurduq biz, keçən səfər gələndə. Belə bir şavarma demişəm, indi bir dənə degustasiya eləyərik. Aclığım yoxdur elə də, gözlərim elə qıpqırmızıdır. Suyun içində məni boğurdular ruslar. Ruslarla nəsə onların mənə qarşı düşmançılığı var. Lavaş çox qaldı. Yeyilməli deyil. Amma bunların əti çox dadlıdır. Yeməyimi elə təzə yeyib qutarmışdım. Sağ olsun, burada işçilər məni tanıyır deyə ki, məni tez çağırdı və dedilər, bəs su üstü bir dənə şey gedir, oyun gedir. Gəl sən də iştirak elə marağı olacaq. Elə bir ki, minəcək şarikin üstünə gedib əlimizi vurmalıyıq qarşıdakı qadına. Qadın deyəndə məni saxlamaq olar, nəysə. Məsələ o deyil. Hazır mısınız? Mercedes Comandante, готовы? Hazır mısınız? Burası daha iyi, burası daha iyi. Videonu 30 saniyəlik saxlayırıq. Qardaş, mənə kim yaşamaq istəyirsən, istirahətcə cibidə pul partlayır. Bu deyil. Nəysə, keçirsən indidən Telegram kanalıma abunə olursan və orada mən link yerləşdirmişəm. Dünyanın ən güvənilir mərd saytı ancaq mənim Telegram kanalımdadır. Linkə tıkırsan, qeyrət keçirsən,
Depozitiv edirsən, mənim kimi qardaş hər gün Antalya, Bodruma getməmişəm küləkləməyim. Dubai zətdə, yəni inşallah bundan sonra da Bodruma gülərik. Çox da uzatmayacaq. 30 saniyə dedik, poxunu çıxartmayaq. Getdik videoya. Sağ olsun kameramanımız, başı qarışıbdı. Mən minənə kimi də yaxşı yadına düşdü gəlib çəkmək. İndi sizə onun başı sağlam ki, baxın, bizim adam düşdü deyə suda. Mən tez götürüb onu şarikini götürüb mindim ki, mən onun yerinə oynayım. Görürsünüz ki, qarşı komandanın gücü çatıbdı. Amma yenə də mən ondan daha tez davranıram, baxın. Yəni bir saata qayıdır. Mən ucu çatdım, arxaya qayıdıram, çatıram, əlimi vurdum. Oradan da fırlanıb qayıdacam. Yəni mən komandanı yenə də qabağa saldım. Amma yenə də bizim komandamız bu oyunda uduzdu. İndi baxın nələr baş verir. Görürlər ki, mən uçuram qardaş, mən qoşmuşam da motoru. İndi o biri komandanın kapitanı gəlir mənə suda saxlayır ki, sən gedənmərsən. Başa düşdün buna bax. Bax cığalığa bax, maşennika bax. Bax, qoymur, imkan vermir. Ha, deyirəm, hə, yer göt oyuna kişi. Yekə oğlansan. Bizim də kapitan gəldi sıra itəlir görmə köməkdir. Az qava girəm suyun altına. Daha çatana yaxın dedim elə özümü buraxım da. Vəziyyət pisdir, yoruldum. Qollar nito. Bu görüntünü sizə verdiyim üçün üzr istəyirəm. Vallahi mən petok deyiləm. Prosta bu şouna aparan. Dedi oynayasın. Mən oynamaq hara, mən hara. Amma bu nədir? Saxla tezli, saxla. Son olaraq isə özümüzü atdıq suya. Beləliklə də bugünlük oyunumuz qutardı. Sıra gəldi çatdı mənim ən sevdiyim şeyə, akvaparka. Mən akvapark görəndə, amma məni saxlamaq var. Soxdum belə. Bu da mən həmişəki kimi zirvələrdə. Göp da olsa maraqlıdır. İndi burasını görüb deyərsən ki, oy belə pox kimi yapışdı. Mən bilirəm. Mən abunəçilərimi tanıyıram. Yaxşı əlimə qoydum, altına. Götüm də razıyım. Yaşıl nəsə o vibe vermədi. Dedim ki, güvəminim. Prosta dedim, yəni mən insan kimi sürüşənmərəm. Yəni məndə normal bir şey yoxdur. Ya onurğamı qırmalıyam, ya bir yerimi qırmalıyam. Dedim, getdim qardaşım da. Bir dənə sürüşmənin növünə bax, arxası üstə. Cəmaat baxır belə, bunun başlıqdan böyle. Oğlan şortunu lan sıkıştı. Şortunu takılmıştı. Benim zamda diye. Demək gəlmişəm belə bir yerə, bilmirəm niyə gəlmişəm. Əslində şəkil çəkdirirdim, ona görə prosta dedim ki, görəsiz də belə dənizin yanındadır, yəni pulsuzdur. Orada qabaqda da oteldir.
Sırası bilirəm ki, soruşasınız ki, belə yerdə girmək pulsuzdur. Pulsuzdur, bəli. Prosta otelinizin pulunu verirsiniz. Pulsuz hər şeyinizi edirsiniz, zəhərlənirsiniz. Akvaparkıza girirsiniz, baseynizə kəllən vurursunuz. Nə bilim, gündə 4-5 dəfə yemək olur. Axşamları klub olur, nə bilim, hər şey olur da. Ürəyiz nə istəyir, onu da pulsuz edirsiniz. Prosta bir dənə giriş pulu verdiniz, yatmaq, zat hamısı da. Qız tutasınız o cür pulla. Davay. Gəldik yeməyimizə. İndi mən nələr götürmüşüm, onu göstərim sizə. Pidedir burada, pendirli pide. Ət bilmirəm, mən bilirsiniz ki, əti elə də sevən biri deyiləm. Yəni, ildə bir dəfə geçər ət yeyirəm. Düyü götürdü, kartoşka, bir də biraz acı biber, pomidor xiyar, Pepsi, hər ehtimala qarşı ayran. Bir də şirniyyatlar, bunu gecə oteldə yiyəcəm. Boş qalmayın, kimiyə baxa-baxa da video montaj edə. Siz bu video baxsa, deməli mən bunu yeyib montaj edəm. Baxırsınız. Ona görə də ki, videonu like edin, kanala da abunə olun. Bilirəm, səsim çox pis gəlir. Çünki içəridə millət var yəni. Nəysə, mən də keçib yeməyimə bir dənə kommentdə də ruş olsun yazarsınız.